Bitdi qarşılaşma, uşaqlar bu qədər. Qiymətləndirmə verildi. İndi kimin xalını kəsmişəmsə, yəni nöqsanını deyəcəm ki, harada səhvliyimi buraxıb ki, gələn dəfə bu səhvi yenidən təkrarlamasın. Yəni həvəsdən düşmürük, incimirik. Bundan da qəşəng yarışlara çıxacaqsınız. Sadəcə bu sizin üçün ilkin mərhələdir. Yəni mən burada sizə yola versəm, sizə doğrusu yarışa yola verməyəcəklər. Ona görə mən sizə indidən acı olsa da bu səhvlərinizi başa salmalıyım sizə. Yəni məndən heç kim inciməsin, heç kim küsməsin. Tam reallıqla qiymətləndirməmizi verirəm. Hardan başla? Buradan başlamışdıq. 1, 2, 3. Üçüncü masa. Toyuğumuzun marinatı yaxşıdır, əladır, yumuşaqlığı yaxşıdır, yerindədir. Sarımsağı çoxdur. Toyuqdan qabaq sarımsağın dadı gəlir. Pis deyil, yaxşıdır. Yəni bir də sarımsağı olmağı, qala hər şey yerindədir. 8 xalına qiymətləndirilib. Yasəmən. Salatun yaxşıdır, əla deyil. Səbəbini özün bilirsən. Salatun çox sıyıq kimidir. Pürüstəki sarımsağını dəhşət çox vurmusan. İndi özünüz də məndən sonra yeməyin dadlarına baxarsınız. Orada səhvlərinizi anlayacaqsınız. 7 xalına qiymətləndirilib salatın. Keçirik bu masaya. Fettuccine Alfredo. Yetərən qədər vaxtınızı vermişəm mən sizə. Maksimum fettuccine pişmə dərəcəsi dəqiqəsi 12-13 dəqiqədir, düzdürmü? Amma sizin fettuccine'ınız pişməyib. İndi çəkilişdən sonra özünüz dadına baxarsınız. Tam pişmədiyi üçün sizə 7 xalına qiymətləndirilib. Gəldi Sezarın sosuna. Tam sos deyil, orijinal sos deyil. Okey. Yəni bu orijinal olmadığına elə bu şit olmalı səbəb deyil. Sosumuz şitdir. İndi özünüz də baxarsınız dadına. Çörəyin də marinatı yoxdur. Boş-boşuna qızardıb qoymuşsunuz, duz qatmamışsınız yəqin ki. Baxarsınız dadına ona da bilərsiniz. 6 xalına qiymətləndirib salatınız. Fərid, dekorun, durumun əla, yaxşı. Sadəcə, bəli, özün öz səhvi bilirsən, təbrik edirəm mən səni. Salatın şit idi, bəli. 7 xalına qiymətləndirilmişəm. Niyə? Əslində sənə salatı 6 xal düşür. Sosunun hər şey yerində olduğuna görə 1 xal sənin sosundan attım salatı var. Okey. Natalya xanım, əla sunum, əllərinizə sağlıq, çox sağ olun, təşəkkür edirik. Tərəvəzlərin dadına niyə baxmadım? Çünki hamısı yağda bişib. Yəni, standart duz üstü qata bilirik, amma toyuğun marinatına çox şey qata bilirik. Onca toyuğun dadına baxdım, ondan müəyyənləşdirmək olur ki, yeməyin dadı nədir? Yaxşıdır, marinatı zadı yaxşıdır, heç bir problemi yoxdur. Bayaq dediyim kimi, bəzi səhvlər var ki, isti yeməyin altına məsəl üçün kahı qoymaq olmaz, başa düşürəm, olmadığına görə məcburiyyətdən qoymuşuq. Amma bu səhvi bir də buraxmırıq ki, isti seyin altına kahı qoyulmu bir mənalı olaraq başa düşün. Tamam? Okey. Saca, hanı sacımız burada? Birinci masa. 9 xalına qiymətləndirib sacımız. Bir xalımızı kahvınıza görə kəsmişəm. Halallığını verərsiniz. Gəldik bu qəşəng firiyə. Yemirsiniz firini qutarmışsınız. Haradasınız siz? Toyuğun quru olmağını, toyuğu yoxdur, bilirəm, başa düşürəm. Pişmiş toyuqdan istifadə eləmişsiniz deyə quruluğunu keçdim. Problem yoxdur. Amma biraz duz üstüyotuna fikir verərsiniz. Bilməm, yediniz, yemədiniz, kim yedi, dadına baxdı, baxmadı. Duz üstüyot tam yerində deyil. Tamam. Yəni, ola bilər, qeynədəndə duz qatıb qeynədmişsiniz, ikinci dəfə duz qatmışsınız, ya qatmayıb qeynədmişsiniz, elə bilmişsiniz, orada da qatmayıb, vaynoyu qatmışsınız, ona tənzimləməmişsiniz yerində. Düyün qarniri olaraq yaxşıdır, pis deyil. Kartoşkəyə qiymət verməyəcəm, hazır lavazımatdan istifadə eləmişsiniz deyə. 5 xalonu vermişəm, əziyyət çəkməmişik, yəni yağı atmışıq, pişirib qoymuşuq, düzdürmü? 7 xal. Buna qiymətləndirilib, 5 xal buna qiymətləndirilib. Hazır ləvazimat olduğuna görə əziyyət çəkilməyib deyə 5 xal buna qiymətləndirilib, başa düşürəm. Bu da demək olar, filesi hazır idi. Bunun xalının üç kəsilib, 3 xal kəsildiyinə görə filevizin duz üstüyatı yerində deyil. Yəni, adi biz cəmaat çox yeməklə, ingirgətlə yemək pişirib, siz bir dənə filenin tam duzun üstüyatını tuzlaya bilməmişsiniz. O məqsədlə 3 xalımız kəsilib. Aydındır. Birinci yeri açıqlamaq istəyirəm. Natalya xanımgilin komandası birinci yer olub 16 xalla. Təbrik edirik.
Qız nə desin? Rafael? Rafiq. İkinci yer Rafiq müəllimgilin komandası çıxıb 15 xalla 1 xal fərqli ilə. Üçüncü yer Fettuccino. Alfredo. Dördüncü yer mənə bu kartoşka frilərim. Təbrik edirik uşaqlar, özümüzü alqışlayaq. Zəhmət olmasa Elahə xanım, hədiyyəmizi gətirin oradan. Bizim hədiyyəmiz hanı? Hə, tamam, çəkmir, hədiyyəmizi ver. Təşəkkür edirik. Bu bizim sizə kiçik bayram hədiyyəmiz olsun. Hamımızın bayramımızı təbrik edirik uşaqlar. Daha çox uğurlar arzu edirik. İnşallah gəlirik hansısa restoranda sizi daha böyük usta vəzifəsində, demi şef vəzifəsində, hətta şef vəzifəsində görmək istəyirik. Təbrik edirəm bir də hamımızı. İnşallah gəlirik görüşmək ümidi ilə. Nuş olsun uşaqlar.